Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Finlandiyada Nevala adlanan poliklinika sistemi var. Hansı ki, burada hamilə ana və körpələr, uşaqlar hamısı istifadə edə bilər. Burada sizin hamiləliyinizin ilk həftələrindən etibarən qeydiyyata alırlar və hər dəfə kontrola yaxınlaşırsınız. Bu sizin hamiləliyinizdən asılı olaraq dəyişir. Bəzən olur ki, 2 həftədən bir, bəzən daha tez. Və bu müddət ərzində sizin təzyiqiniz, şəkəriniz, bütün analizləriniz yoxlanılır, həkiminizə bildirilir. Əgər həkimin müdaxiləsi lazım olarsa dərhal müdaxilə olunur. Amma daha çox burada sizə mamaça, yəni qadın akuşerkası xidmət göstərir və biz bu videoda gördüyünüz kimi əkizlərimlə birlikdə gəlmişik müayinəyə. Müayinə zamanı körpəmin ürək döyüntülərinə qulaq asır həkim, qarnımı ölçürdü, təzyiqimi, şəkərimi, sidik analizi götürürdü və daha başqa analizlər lazımdırsa yönləndirirdi, qan testi falan hamısını edirdi. Bakıda hal-hazırda çox virus yayılır. Səbəbini deyəcəm. Adi bir şeydir. Burada görürsünüz iki cür VC-lər var. Hər hansı bir yerdə VC-yə daxil olursunuz, fərqi yoxdur. Məsələn, bu poliklinikanın VC-sidir. Görün necə təmizdir. Və burada qeyd olunur sabun və burada aşağıdan görürsünüz əlinizi qurutmaq üçün salfetka çıxacaq. Burada da spirt çıxacaq və əlavə də burada həmişə zapas qoyurlar. Təmizliyə səhmana baxın. Burada təsəvvür edin, pampersə kimi qoyurlar böyük insansızsa lazımsa. Aşağıda yenə də dezinfeksiya edici salfetlər var bura qoymaq üçün, istəyirsinizsə əgər. Görürsünüz necə hər şey səhmanlı və səliqəli. Ona görə də burada insanlar xəstələnmir demək olar ki, çünki virus yayılmır. Hələ siz bura baxın. Bu da məhdudiyyəti olan insanlar üçündür. Yenə görürsünüz. Krema kimi qoyurlar özünü yumaq üçün. Burada şkaflarda da nəsə var 100%. Elə.